93-cü ildə sizlə bərabər Naxçıvanda yaşadığım günləri heç vaxt unutmuram. Heç vaxt unutmayacağım. Müstəqil, qüdrətli, müasir Azərbaycan dövlətinin banisi Ulu Öndərimiz Heydər Əliyev ölkəmizin tarixində ümumilli lider ünvanına sahib olan müqayisəsiz lider, dahi dövlət xadimi, xalqımızı bəlalardan hifz eləyən, onun işıqlı gələcəyini təmin edən millət atasıdır. 1990-cı illərin son dərəcə ağır, bir çox hallarda hətta ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı hazırki yerinin müqayisəsi Ulu Öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüründə özünə dərin iz buraxmış dahi, obrazını daha aydın görməyə imkan yaradır. Məhz bütün bunlara görə bugün hər bir siyasi ekspert vurğulayır ki, Ulu Öndər Heydər Əliyev böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz şəxsiyyətdir. O, bütün həyatı boyunca vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib.